Bir daha salam Musab bəy, hər vaxt xeyir. Salam Axan bəy, hər vaxtınız xeyirli olsun. Necəsiz? Yox, sağ olun, minnətdaram. Deməli, biz inşallah bu günləri sizdən hesabatlar modulu haqqında danışacağıq. Keçən mövzularımızda ticarət, maliyyə, anbarla bağlı hissələri danışdıq, istehsalat. Bu gün inşallah onların nəticələrini sizinlə qısa analiz edəcəyik. Yəni apardığımız sistemdə gördüyümüz bütün bu işlərin nəticəsi olaraq hansı hesabatları sistem bizə təqdim edir? Bu hissələrə biz sizlə baxarıq. Bəli, daxil olduğumuz hissə hesabatlar modulu. Burada gördüyünüz kimi bir sıra hesabatlıqlar var yuxarıda. Satış, alış, bütün demək olar ki, aparılan proseslərlə bağlı ayrıca hesabatlıqlar mövcuddur sistemdə. İlk növbədə təbii ki, hər kəs olduğu kimi bütün şirkətlərin əsas görmək istədikləri qazanclarıdır. Dövriyyəm, mən ay ərzində nə satdım, nə qədər qazandım. Satış hesabatı birinci başlayır. Satış hesabatında hazırda biz menecerlər üzrə izləyirik ki, hansı menecerimiz ay ərzində nə qədər dövriyə edib və satılan malların maya dəyəri sistem burada çıxır və mənfəəti göstərir bizə ki, hər menecer bizə nə qədər mənfəət qazandırıb. Hətta mənfəətdəki payların da faiz dərəcəsi ilə bizə göstərir. Bununla yanaşı marja ilə də, nasenka ilə də, ticari əlavə ilə də biz dövriyyəmizdən qazancı izləmə imkanımız var. Paralel olaraq da hər bir menecerin qarşısında da göz işarəsi var. Bu dövriyyə hansı qaymələrdən formalaşıb, həmin qaymələri də burada izləmək imkanımız var. Hətta biraz da detala getsək, bu qaymənin tərkibində nə satmışam, buradan da görmək olar. Sağ tərəfdə 3 nöqtə görəcəksiniz. Bəli. Burada qaymənin tərkib hissəsini də izləmək imkanımız var burada. Təbii ki, satış hesabatında daha çox sahibkara maraqlı olan düzdür, menecerlərin rentabelliyin bundan üstü. Biz hallarda daha çox maraqlı olur orada. Müştərilərə görə də baxmaq istəyirlər. Yəni, hansı müştərim ay ərzində mənə nə qədər dövriyyə elədi? Yəni, bu dövriyyədə hansı müştərim mənə nə qədər xeyir verib? Sol tərəfdə filtr hissəsi var, diqqət eləsəz. Orada tarix intervalı da təyin edib baxmaq olar. Aşağısında qruplaşdır filtri var. Bu qruplaşdırda biz aylıq və 14 minlik dövriyyəmizi müxtəlif qruplar üzrə izləmə imkanımız var. Məsələn, alıcıları seçdik. Biz burada görürük ki, ay ərzində bu 14 min dövriyyədə hansı menecerimiz, daha sonra hansı müştərimiz nə qədər bizdən dövriyyəsi olub. Hətta qaymə sayını da burada göstərir, qazancı da göstərir, mənfəətdə payı da göstərir. Hər birisini eyni ilə menecerlərdə görmüş olduğunuz funksiyalar burada da keçərlidir. İkinci qruplaşdırda daha çox maraqlı olur. Yəni digər şirkətlərdə də bu qarşılaşmışıq bundan. Məhsul üzrə görmək istəyirlər ki, hansı maldan nə qədər satılıb. Həm miqdar olaraq, həm dövriyyə olaraq, həm məhsuldan nə qədər dövriyyəm olub mənim ay ərzində. Məhsul üzrə qruplaşdırmalarda yəqin ki, o sütunlarda məhsulun nömrəsi ləğv olunub. Orada XL çıxarışın yanında çarx işarəsi var. O çarxa klik edib, buradan məhsul miqdarını da bəli sütunlar hissəsindən yuxarıda aktivləşdirmək olmalıdır. Bir dənə zəhmət olmasa standart sütunlara qalçıq qoyub yenidən götürərsiniz. Yəni, indi təsdiq edək zəhmət olmasa. Burada görürsünüz, hətta məhsulun kodu da, məhsulun sayı da, hər məhsuldan nə qədər bəli satılıb. O bayaqki çarx işarəsini kliklədiz. Orada hətta sorting də var. Çoxdan aza, azdan çoxa doğru. Və görürsünüz, çeşidləmə hissəsində məhsul deyək ki, sayında çoxdan böyükdən kiçiyə doğru eləsəz, çox satılmış mallardan az satılmışa qədər özü filtr edəcək burada. Burada diqqət eləsəz, hər məhsulun qabağında belə qara ox işarəsi var. O nəyi bildirir burada? Bu məhsuldan ki, 50 dən satılıb, hansı menecerim satıb? Həmin menecerin adını da göstərir burada. Aha, bəli. Fərqli menecerlər satan. Bəli, ayrı-ayrı da bəli burada göstərir. Daha sonra misal olaraq sahibkara maraqlı olar ki, əgər alıb satış edən sahibkardırsa, yəni istehsalçı deyilsə, onlar üçün maraqlı olur ki, təchizatçılar da baxsınlar. Hansı misal olaraq atıram şərti olaraq Pronetdən də mal alıram, Prospektdən də mal alıram. Hər birisindən aldığım mallardan nə qədər dövriyyəm oldu? Təchizatçılara görə dövriyyələri görmək. Burada təchizatçı üzrə satışlarda hər bir təchizatçı üzrə nə qədər dövriyyəmiz olub, yəni ondan aldığım mallarda nə qədər dövriyyəm olub, burada izləmə imkanımız da var. O qruplaşmalar əslində çoxdur.
Hansı ki biz orada qaymələrə görə aydınlıq görə bilərik. Ambarlar, fərqli ambarlarımız varsa ambarlar üzrə dövrəyə görə bilərik. Qiymət tipləri üzrə, yəni topdan pərakəndə xatırlayırsa məhsullar hissəsində var idi. Biz burada izləmək qiymət tipləri üzrə topdanda nə qədər dövriyyəm olub, satışda, yəni pərakəndədə nə qədər dövriyyəm olub, ayrı-ayrı sistem sizə burada qruplaşmada bunun dövriyyəsini göstərir. Satışdan sonra bu ümumiyyətlə burada indi siz deyək ki, kombinasiyalar da özünüz də formalaşdıra bilərsiniz. Deyək ki, olaraq məhsulları seçdiniz, qruplaşdırda, aşağıda kataloqlar hissəsində, yəni orada filtrlər çoxdur. Bəli. Özünüz burada da belə kombinasiyalar da qurub filtr edib baxmaq imkanınız var. Satışda qazanılan bu mənfəət gəlir düşür mənfəət zərər hesabatına. Vacibi bir nömrəli hesabat budur sahibkar üçün. Yəni 3 böyük beynəlxalq hesabatdan biridir. Əsas hesabat budur. Yəni burada görür ki, mən ay ərzində ziyanımı elədim, yoxsa xeyirmi qazandım. Görmüş olduğunuz o 14.000 burada öz əksini tapıb. Burada cəm şəkildə bir pəncərədə göstərilər bir şey. Mənfəəti, maliyyə dəyərini çıxıb, mənfəəti bizə göstərir 12.000. Daha sonra bu məcmu mənfəətdən yanıra xərcsiz mənfəət, xam mənfəət deyirlər müasir dilində. Sonra gəlir bizim xərclərimiz. İnzibati xərclərimiz var 250 manat. Göz işarəsi də hər birisinin üzərində var. Klikləyib xərcləri də buradan izləmə imkanımız var. Xərclərin addi növün hesabatı da var. Ona da baxacağıq az sonra. Burada sadəcə növlər üzrə, qruplar üzrə bizə göstərir. Misal olaraq əməliyyata qədərki xərclərimizi çıxıb, yəni əmək haqqı fondu falan çıxıb bizə əməliyyat mənfəətini göstərir 9700. Daha sonra maliyyə istiqamətində xərclərimiz varsa onu da çıxır. Sonra vergi istiqamətində xərclərimiz varsa DSMF ola bilər bu və yaxud da ki, ÖMV ödəyə bilərik, ödəmə mənbəyindən vergi və s. və s. Vergi xərclərində çıxandan sonra xalis mənfəətimiz gəlir burada artıq bizə sistem deyir 9651, yəni 14.000 dövriyyədən 9600 qazancımız var net. Sonradan ən aşağıda diqqət eləsəz 3 dənə də bölmə var. Ola bilər ki, mən istifadə üçün və yaxud da ki, xərc kimi material silmişəm anbarımdan, silinmiş malları bizim o 9600-dən çıxır. Daha sonra geri məhsullar almışıqsa, vazvrat eləyə bilərik. Yəni, müştəridən vazvrat olubsa, geri alınmış mallara görə itirdiyimiz məbləği də sistem bizim burada qazancımızdan düşür. Bununla yanaşı, xatırlayırsa, maliyyə əməliyyatlarında borc silinməsi əməliyyatı var idi. Əgər biz hansısa bir müştəridən borc azaltması eləmişiksə, onu da bizim xərcimiz kimi çıxır, hətta müştərinin adını da göstərir, kimdən borc silmişik. Və nəticədə net, yəni dəqiqləşdirilmiş adından da bəllidir, dəqiqləşdirilmiş xalis mənfəəti bizə göstərir ki, 8392 manat may ayı ərzində bizim qazancımız oldu. Təbii ki, bunu günlük görmə imkanınız da var. Pərakəndə sektorunda daha çox gündəlik görmək maraqlı olur ki, orada yuxarıda görsəz, günlər üzrə, aylar üzrə, rüblər üzrə, illər üzrə. Standartlarda aylar, rüblər, illər üzrədir bu mənfəət zərər. Sadəcə biz standartdan kənara çıxmışıq. Təbii ki, müştəri istəklərinə əsasən günlər üzrə də biz burada izləmə imkanımız var ki, bu gün ərzində bu qədər satış, bu qədər xərc, bu qədər qazanc oldu. Xərcləri ki, ayrıca, burayla bağlı hansı bir sualınız var? Burada sistem mənə göstərir yalnız may ayını. Mən əvvəlki aylara necə baxa bilərəm? Sol tərəfdə filtr bölümü var. Orada keçmiş aylarımızı da ay soldadır burada. Aylarımızı da burada filtr edib baxmaq imkanımız var. Belə yanaşı qoyub da. Bəli. Yəni burada analizdə, müqayisə üçün də baxmaq imkanımız var. Xatırlayırsınızsa biz bu hesablama xərcləri danışanda maliyyədə hesablama metodu, kassa metodu məsələsini danışmışdıq sizlə. Bax, onun aşağısında diqqət eləsəz, istiqamət də var burada. Kassa metodu ilə görmək istəyən şirkətlər, yəni kassaya girən mədaxilə görə qazanc hesablayan şirkətlər də var, missiya ilə bir yerdə hesablayanlar da var. Burada istənilən kombinasiyanı özünüz default olaraq təyin edib mənfəətliyinizi analiz etmə imkanınız var. Təbii ki, XL çıxarış da öz yerində, XL çıxarış da edə bilirsiniz. Bəli, buradan baxmaq imkanınız var. Mənfəət zərərdə ki, xərcləri gördük. Xərclərin uzun dairəcə hesabatı var yuxarıda. Diqqət eləsəz, biraz sağa gəlsəz. Bəli. Burada xərclərin də uzun dairəcə hesabatı var. Maddələr üzrə hər bir xərclərimizi burada izləmə imkanımız var. Bu inzibati maliyyə əməliyyat xərcləridir.
Orada sol tərəfdə filtrdir. Eyni ilə mənfəət zərərdəki kimi sol tərəfdə aylar üzrə də baxmaq imkanımız var. Paralel olaraq da bildiyiniz kimi istehsalat və gömrük ilə bağlı olan xərclər birbaşa maya dəyərinə təsir elədiyi üçün aşağıda görürsünüz ayrıca istehsalat xərclərini də burada çıxardır. Default olaraq sistem onları göstərmir. Amma biz ayrıca baxmaq istəsəz ki, mənim istehsalat xərclərim nə qədər olub, yəni maya dəyərini tutmuşam və yaxud da ki, gömrükdən bağlı xərclərim olub, onları da ayrıca burada yəni aktiv edib baxa bilərsiniz. Yəni gömrük istiqamətində olan xərclərimizi bizə göstərəcək. Görürsüz 230 və 1330 manat toplamda olur. Və üçüncü bir dənə də orada checklist var, hansı ki əgər biz xərci qaymaya bağlamışıqsa, xatırlayırsınızsa biz son görüşdə maliyyədə xərclər bölümündə, xərc mərkəzində istiqamətləndirə bilirdik xərclərimizi. Yalnız qaymaya bağlanmış olan xərclərimizi də burada ayrıca görmə imkanımız olacaq. Burada da metod var, kassa metodu, hesablama metodu. Ayrı-ayrı burada da izləmə imkanınız var. Aydındır. Burayla bağlı hansı bir sualınız var? Bu isə aydın oldu. Əmək haqqı ilə bağlı ayrıca hesabat var. Əmək haqqı hesabatında da eyni ilə, yəni xərclərdə görmüş olduğumuz kimi işçilərə hesablanmış əmək haqqını burada görə bilirik. Hansı əməkdaşa nə qədər əmək haqqı hesablamışıq. Sol tərəfdə metoddan, kassa metoduna keçdikdə ödənilmişi də burada görə bilirik ki, məsələn baxırıq ki, 4 nəfərə cəmi buradan 2850 manat ödəniş eləmişik. Digər hesabatlıqlar ki, yuxarıda var. Alışın özünün ayrıca hesabatı var. Alış hesabatını buradan izləmə imkanımız var. Borc dövriyyəsi hesabı. Burada alış hesabatı necə ki, satışın hesabatı var idisə, alışda da burada. Eyni ilə satışdakı hesabatlığa bənzərdir. Tədqiqatçılarımız üzrə, məhsul üzrə ayrı-ayrı satışda satılanı görürdüksə, ticarət alışda da ki, aldığımızı görə bilirik burada. Borc dövriyyəsi var. Maliyyədə xatırlayırsınız, debitorda, kreditorda cari vəziyyəti olan borcu görürdüksə, borc dövriyyəsinin üstünlüyü ondadır ki, biz burada dinamikalığı da izləyə bilirik. İstənilən tarix intervalında borc hərəkətliyi nə qədər olub, nə qədər satış olub, nə qədər, yəni borc azalması, artması nə qədər olub və nəticədə nə qədər dövrün sonuna borcu var müştərinin. Bunu burada izləmə imkanımız var. Təbii ki, göz işarələrinə də klikləyəndə sənədləri də orada görmə imkanımız var. Borcun artmasında, azalmasında. Ben indi burada əməliyyat aparılmadı deyə ona görə məlumat yoxdur çıxır. Yəni burada siz sənədlərdə də hamısının azalmada mədaxilləri görə bilirsiniz ödənişlərin. Artmada da ki, satış qaymələrinizi izləyə bilirsiniz. Amma orada görürsünüz, bəli, 2735, bəli, burada borcun artmasıdır. Onun satışları görəsiniz ki, işte hansı tarixdə satış olub ona. Qarşılıqlı borc hesabatı var. Debitor, kreditor, maliyyədə hesabatlarda avanslar var idi. Avanslar, ƏDV bir paneldə hamısını burada görmək. Yaxşı bir hesabatdır. Bir paneldə hamısını. Yəni ayrı-ayrı görməkdənsə elə bir pəncərədə hamısını görmə imkanınız var burada. Sadəcə bu hissədə kreditor, debitor olaraq ayıra bilmirsiniz. Cəm şəkildə hamısını eyni yerdə göstərir. Debitor borcları yaşıl, sizin borclarınız isə qırmızı rənglə göstərir. Və yekunda da tam balansı verir ki, mesela üçüncü müştəriyə baxsaq, 21.000 borcu var, 1180 manat avans var, yəni sizdə avansı var. Borc balansını verir 20.000, yəni avtomatik burada bir azaltması, avansı çıxır borcdan. Daha sonra avans ƏDV-si var 180, ayrı-ayrı 1180-i avans balansında göstərir, bu tərəfdə də ayrı-ayrı göstərir. Bunun 180-i əsas üzrə, ƏDV üzrədir, 1000-i əsas üzrə. Debitor ƏDV-si də var, onu da burada göstərir. Yekunda axırda cəm göstərir ki, 20.534 versə borcu bağlanır. Yəni hər bir şeyi çıxandan sonra. Tam balans, aydın. Bəli. Burada biz debitorları, kreditorları, burada hamısı yaşıl. Bir pəncərədədir, qarışıqdır, bəli. Qırmızılar da, bizim borclarımız da var. Bəli, bəli. Aha, aydın. Mənfəətçilərə baxdıq, balans hesabatı var. Balans hesabatında aktiv və pasiv bərabərliyimizi burada izləyə bilirik. Yəni cəm şirkətin aktivləri burada nağd vəsaitlərdir, borclardır, yəni sizə olan borclar, anbar qalıqlarıdır, avanslar varsa avanslardır, yəni verilmiş avanslar, verilmiş təhdil hesablardır və yekunda bizə sistem cəm aktivimizi verir ki, 4.722.830 bizim aktivimiz var. Aşağı hissədə də öhdəliklər hissəsi gəlir. Bu öhdəliklərdə
bizim verəcəklərimiz, kimlərin bizdə avansı var, kimlərin bizdə təhdil borcu var, nizamnamə kapitalı və xalis mənfəət. Və yekunda da balansı da burada əslində sistem verir ki, 4 milyon verəcəyimiz var idisə, 4 milyon nə qədər idi orada yadımdasa 722 mində aktivimiz var. Balansda göstərir ki 53435 biz plusdayıq elə bir. Bu əslində balans bərabər olmalıdır. Yəni 4 milyon 722 minlik aktivim varsa, mənim 4 milyon 722 min 830 manatlıq da öhdəliyim olmalıdır. Adətən mühasiblər, xüsusən də sahibkarlar balans bəraberliyini saxlamağa, qorumağa çalışırlar. Yəni 100 minlik mənim aktivim varsa, 100 minlik də onun qarşılığında mənim bu verəcəyim olmalıdır ki, balansım bərabər olsun. Oradakı plus-minus məsələsi, əgər indi sizdə pluslandır, yəni mal alışı az eləmisiniz, daha çox satışlar olub sizdə. Kassaya pul girib, borclar artıb, ona görə aktiviniz 53 min çoxdur. Bəzən də görsən tərsinə ola bilir. Satışları biraz da artırmaq üçün borc verir şirkətlər, təsisçi, mal alışları eləyir, öhdəliklərini artırır, ambarı mal şişirdir, borclarını artırır, borcu artırır. Onda görsən ki, balans mənfiyə də düşə bilir. Yəni aktivi satışları dayandırıb ancaq güc vurub mal alışına və borc verir şirkətə ki, yatırım edir. Onda görsən ki, balans mənfiyə də düşə bilir. Ki sonradan satışları etdikcə yavaş-yavaş aktivlər də artmağa başlayır və gəlir balans yekunda bərabər olur. Müqayisə tarixi də var burada sol tərəfdə siz. Balans belədir ki, anlıq hesabatdır. Yəni bu günə mənim şirkətim nə vəziyyətdədir? Mən ziyanla mı işləyirəm, xeyirlə mi işləyirəm? Yəni bu hazırki dövrə görmək istədikdə anlıq hesabatdır. Və burada müqayisə tarixi də bəli sol tərəfdə elədiniz. Yəni mayın 1-i ilə 26 may tarixi. Və balans hesabatı diqqətinizdə olsun, bir gün öncəni göstərir. Yəni 26 mayı seçmisiniz orada. Bu 26 maydakı olan nəticə dünənin, yəni 25 mayın aktiv bizdə balans hesabatıdır. Burada ayrı-ayrı görürsünüz, izləmə imkanınız var. Müqayisə də edə bilirsiniz ki, nə idi, nə olub. Aydındır. Dividend hesabatı var. Təsisçilər üzrə götürülmüş məbləğləri burada izləmək. Hesablanmış dividendi, verilmiş məbləğləri, yəni təsisçilərə ödənilmiş məbləğləri burada görmə imkanınız var. Eləcə də burada əgər indi bir dənə təsisçidir, burada o qədər də buna ehtiyac yoxdur, amma dividend hesabatı daha çox şərikli bizneslər üçün yararlıdır ki, burada hətta sağ tərəfdə görürsünüz, ilk çıxarışın yanında faiz işarəsi var. O faizə klikləyib, deyək ki, məsələn 60-ın 40-a işləyirik. Faiz bölgüsü apara bilirsiniz ki, mənfəətin 60%, deyək ki, X təchizatçınındır, 40%-i Y təchizatçınındır. Sistem orada mənfəəti bölüşdürür onların arasında. Kimə nə qədər çatacaq? Aydındır. Mənfəət mərkəzləri hesabatı bu, xatırlayırsınız, müqavilələrdə danışmışdıq bunu ki, əgər biz layihə tipli müqavilələrə baxırıqsa, burada biz layihələrimizin qazancını izləmək imkanımız var. Eləcə də deyək ki, müqavilə ilə yox, qayməni biz xərc mərkəzi eləmişiksə, qaymələrə də hansına xərc bağlamışıqsa, həmin qaymənin rentabelliyin bizə burada verir ki, məsələn, birinci qayməyə götürsək 5000 satışdır, maya dəyəri 50 manat çıxıb, 100 manat da xərc bağlamışıq, nəticədə 4850 manat qazancımız olub, sırf bu qaymə üzrə. Hansı qaymələrə ki, xərc bağlanıb, onların da ayrıca rentabelliyin sistemi bizə burada verir. Silinmiş mallar, istehsalatla bağlı olan şirkətlər üçün maraqlı olan silinmiş mallar hesabatı var. Ay ərzində silinmiş materialları buradan izləmə imkanları var və hansı layihələrə, daha sonra istehsalata və yaxud da ki, müqaviləyə bağlayıblar. Burada da sifarişləri görürsünüz, baş ofis istiqamətində divan silinir. Taxtada görürsünüz, istehsalata bağlanılıb. Burada hətta istehsal tapşırıqlarını da bəli göz işarəsinə klikləyib izləmə imkanınız var. Burada hansı sifarişlərə bağlanılıb. Konsiqnasiyanın hesabatı var. Bu realizasiya prosesi ilə bağlı ayrıca dövrü hesabatıdır. Səsiniz deyəsən bir qədər uzaqlaşdı. İndi eşidə bilirsiniz məni? Aha, indi yaxşıdır. Konsiqnasiya hesabatı realizasiya ilə bağlı hesabatdır. Burada xatırlayırsan, maliyyədə də var idi realizasiya. Orada anlıq debitor kimi cari gün olan göstərilsə, bu da dövriyyəni göstərir. Yəni tarix intervalı təyin edib, müştəridə neçə minlik mal vermişdim, nə qədərlik satılıb, nə qədərlik geri qaytarıb mənə və dövrün sonunda neçə minlik onda malım qalıb. Bax, burada onu izləmə imkanınız var. İstehsal olunmuş məhsullar hesabatı var. Ay ərzində istehsal müəssisələri üçün maraqlı olan hissələrdən biridir ki, hansı maldan məbləğ olaraq da görə bilir, eləcə də
say olaraq da görmə imkanınız var. Aşağıya gəlsəz burada biraz ən axıra. Bəli, orada görürsüz məhsul sayına görə də izləmə imkanınız var. Neçə ədəd istehsal olunub. Ayrı-ayrı məhsulların hər birisini burada sistemizə göstərir. Geri alınan mallar hesabatı var. Ayrıca geri alınan mallarımızı biz burada günlər üzrə, default olaraq günlər üzrə göstərir. Aylığa da keçirdib burada. Baxır ki, divan bir dənə geri almışıq. Burada da bütün aylar eləyib vazifatlarımızı, geri almalarımızı burada izləmə imkanımız var. Pul əməliyyatları hesabatı var. Xatırlayırsa, maliyyədən hesabatlarında cash flow var idi. Pul axınları, beynəlxalq hesabatdan biri. Onun biraz daha açıq versiyasıdır bu. Hansı ki, orada mədaxil məxaricdə yalnız başlıqları verirdi. Hansı istiqamətlərdən pul girib mədaxil olub və yaxud da ki, hansı istiqamətlərə məxaric olub. Burada əməliyyat göstərir. Yəni, dövrün əvvəlini verir, dövrün sonunu verir yuxarıda. Aşağıda da o 6421 manat 15 qəpik var, dövrün nəticəsi. Hansı əməliyyatlarda olub, hansı əməliyyatlar mədaxil məxaric, o balansı sizə orada verir. Mədaxil oldu, bu qədər oldu, məxaric oldu, bu qədər oldu. Əməliyyat, o necə bankdan çıxardırıq, bizə əməliyyat pul balansını, hesab balansını göstərir. Tip A ona bənzər bir hesabatdır. Müştəri əməliyyatları hesabatı var. Çox əla hesabatlardan biridir bu. Müştəri əməliyyatları hesabatında bu bir növ borc dövriyyəsinə ki, az öncə baxdıq. Bax, o həmin hesabatın açıq versiyasıdır biraz da. Hansı ki, hətta bu hissəni müştəriyə belə dəvət göndərə bilirsiniz. Xatırlayırsınız, əlaqələr modulunda danışmışdıq bunu. Bu hissəni hətta dəvət belə göndərirsiniz müştəriyə ki, daxil olub, burada qarşı tərəfdə indi siz müştərini seçirsiniz, amma müştəri daxil olanda sizin şirkəti seçir burada. Və o debit-kredit formasında. Bu debit-kreditdə tərsinə görür o. Siz indi debitdə ona satışlarınızı, kreditdə ödənişlərinizi görürsünüzsə, o daxil olanda kreditdə sizdən satışları, sizdən alışların, debitdə də ki, ödənişlərin, sizə olan ödənişlərini göstərir və burada hər əməliyyatdan sonra borc nə qədər qaldı, onu göstərir. Bəzən müştəri görsən sual verir ki, tez-tez analiz üçün. Atıram, aprelin 30-da sənə pul ödəmişdim 1000 manat. Onun həmin günə borcun nə qədər qalmışdı? Bax, bu hesabatda artıq siz günlər üzrə, hər əməliyyat sonrası, yəni satış oldu, borc nə qədər oldu, pul ödədi, borc nə qədər oldu, əməliyyat borc balansını da burada izləmək imkanınız var. Əməliyyatlar tarixçəsi deyə bir hesabat da var yuxarıda. Bu arada bir şey də unutdum. Bu müştəri əməliyyatları daha çox üzləşmələr üçün, yəni müştərilərlə üzləşmələr üçün lazım olan bir hesabatdır. Bu yaxşı bir hesabatdır. Yəni buradan istifadə etmək mümkün eləyə bilərsiniz. Əməliyyat tarixçəsi var. Bu da yaxşı bir hesabatdır. Necə bir hesabatdır bu? İndi misal olaraq biz müştərinin qaymələrini görmək istəsək, sverka eləmək istəsək, girib ticarətdə əməliyyat baxa bilirik. Ödənişlərini, maliyyənin əməliyyatlarını da görə bilirik. Bu hesabat elə bir cəmliyib olan ikisini bir yerdə göstərir. Yəni müştəri ilə nə əməliyyatlar aparmışıqsa, bir hesabatda biz onu mədaxillərin, məxariclərin, satışların hamısını burada bir pəncərədə izləmə imkanımız var. Və hər birisini burada sistemimizə göstərir. Ən sonuncu da kredit balansı hesabatıdır. Bu hansı ki, kreditlə işləyən, daxili kreditlə işləyən şirkətlər, bu yeni bir hesabatdır. Burada hələ beta versiyadır, yaxşılaşdırmalar da aparıla bilər. Ola bilsin, burada indi iş görülür deyə demo hesabdır bu. Bu hansı ki, kredit balansında biz ödənişlərimizə görə, daha sonra verilən kreditlərə görə balansımız hansı qaymələrdən formalaşıb, onun ayrıca hesabatını əldə eləmiş olacaq. Belə, ümumi hesabatlıqlar bundan ibarətdir. Məqsəd burada ümumi məlumatınız olsun ki, hansı hesabatlıqlar, yəni özünüz də gördünüz, nə qədər hesabatlıq var burada. Hələ gəlməyə də davam edir, artırılacaq yenə də bu hesabatlıqlar burada. Məqsəd burada ümumi məlumatınız olsun hesabatlıqlarla bağlı. Zaten işin gedişatında da anındaca ən hansı bir hesabat ola bilər, indi unudula bilər. Bu videoda indi ola bilsin, yəni yeni hissələrə çatdırmamış da ola bilərik vaxt səbəbindən. Amma yerindəcə hər hansı bir sualınız da yaransa hesabatlıqlarla bağlı, dərhal WhatsApp qrup üzərindən bizə suallarınızı ünvanlayıb cavablarınızı bizdən əldə edə bilərsiniz. Aydın. Təşəkkür edirəm Maxan bəy, ətraflı məlumat üçün. Çox sağ olun. Buyurun, Vüsal bəy, hələlik, sağ olun. Görüşəndə. Sağ olun.